İmişli rayonunda yeni DOS filialı fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və iş prosesi ilə maraqlanıb. Bu model üzrə göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun 98,9% olduğu qeyd edilib. 9 əməkdaş da fəaliyyət göstərəcək İmişli filialında gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Burada bir vahid məkanda İmişli sakinlərinə sosial müdafiə, sosial təminat, pensiya, əmək, məşğulluq, əlillik və digər istiqamətlər üzrə xidmətlər bir pəncərə prinsipi ilə göstəriləcək. İmişli sakinləri burada, bu sahədə keyfiyyətli xidmətlər alacaqlar. Eyni zamanda sosial sahədə onları maraqlandıran suallara cavablar tapacaqlar. Ümumilikdə bizim bu istiqamətdə fəaliyyətimiz, yəni regional səviyyədə fəaliyyətimiz davam edir.